saat 3'də 6 metr hündürlükdə yerləşən, 2 metr uzunluğu, 10 metr enində olan bir divarı traktorla yıxdılar bu damın üstünə və nəticədə mənim qardaşım arvadı, qardaşım uşağı bir möcüzə ilə sağ qaldı. Yerli əhaliyə qarşı terror törədirlər. Bizi soyqırım edirlər. Bizim evləri, necə Yasəmən Kərimlinin evini işğal edədilər, bizim evi də işğal eləmək istəyirlər. Hal-hazırda kimsə gəlib baxıb vəziyyətə? Hal-hazırda Fövqəladə Hallar Nazirliyinə 2 dəfə əməkdaş gəlib, 2 dəfə ayrı-ayrı vaxtda, ayrı-ayrı belə adamlar gəldi. Vəzifələri nə idi? Vəzifələri heç biri bildirmədi, amma ikisi də bildirdi ki, prezident deyib də 1500-dən. Mən onlara dedim ki, ay insan, siz öz hüququnuzu bilmirsiniz. Kitabça vermək istədim hədiyyə ki, hüquqların öyrənsinlər və onlar xətirlərini dəymiş kimi özlərini apardılar. Dedilər ki, 1500 manat. Artıq olmayacaq. Ümumiyyətlə, onlardan başqa heç kim gəlməyib, hə? Onlardan gecə saat 3-də, 4-də işləmiş. Biz polisə zəng vurduq. Mən anam polisə zəng vuranda, polis xanım oradan qayıdıb anama dedi ki, əcəb edirlər. Gecə saat, siz nə üçün evi satmırsınız ki? Evi satmayana gərək belə olsun. Mən ikinci dəfə zəng vurdum, dedim ki, mən başa düşmürəm. Bakı şəhər icra hakimiyyəti yuxarıda durur, yoxsa Azərbaycan qanunları. Azərbaycan qanunları mənim evi satmamağa, məhkəməyə verməyə. Mən başa düşmürəm, Azərbaycan qanunu ilə əgər mənim evim toxunulmazdısa, mənim əgər evim Avropa konvensiyası ilə beynəlxalq qanunlara uyğun olaraq toxunulmazdısa, kimsə mənim evimi sökmək istəyəndə mən nə üçün məhkəməyə verməyəm? Bu gecə saat 2:30-da hamımız yatmışdıq. Birdən bir səs gəldi. Elə bir ki, ev titrədi. Bütün ev hamısı avariyan kimi situasiya düşdü, hala düşdü. Birdən gördüm ki, pəncərədən İlqar öz körpəsini çıxardır. Dalıcanda stres keçirdən arvadı Valya çıxır. Dedim, nə olur? Dedi, bəs patolog gəldi başımıza. Bu uşağın 2 yaşı var. 2 yaş hələ olacaq. Hələ olacaq. 2 yaşı var. Bu körpə uşaq bu hakimiyyətin terroruna, işğalına məruz qaldı. Yəni biz o qədər ki, stres keçirdik mənlə. O qədər sarsıntısı keçirdi ki, mən inana bilmirəm ki, bu vətən mənim vətənimdir. Mən öz dövlətimdə yaşayıram. Vallahi, heç erməni də, heç bizə elə bir zulmü eləməz bu iki gecədə pula görə. Tək ki, bizi buradan çıxartsınlar, burada yaxşı binalar tiksinlər və xeyir görsünlər deyənə. Bizə bir zulm elədilər, bir sitəm elədilər ki, 1-2 saat biz özümüzə gəlmədik. Hamımız sustuq, bir-birimizə mat-mətə baxdıq. Düzdür, mən insanam. Mən onun verdiyi 1500 manatla razı deyiləm. Əgər o yaxşı bir icra hakimi olsaydı, mənə bu binalarda, yeni tikilən binalarda bir 3 göz mənzil verərdi, 4 göz mənzil verərdi. Mənim ailəm köçərdi ora. O gör neynir, tək ki bizi qorxudur. Ayın 22-sindən 29-una qədər daş yağdırdı. Mənim dünyaya gəlməyən 5 həftəlik uşaq gəlin sidq eylədi. Bugünkü gündə də bu gecə saat 2:30-da demək ki, Teymur bala, Süleyman bala məruz qaldı olan işğalına. Mən bilmirəm harada yaşayırıq. Bu öz vətənimizdir, bu bizim millət ola bilməz. Bu bizim hakimiyyət ola bilməz. Bu bizim əqidədən, bizim dindən ola bilməz. Bunlar niyə öz xalqına düşmandır? Niyə 60-70 il xalqın sərvətini yiyib, dövlətin sərvətini yiyib? Bugün onu yiyib, o sərvətlə mənə 20 köpük pul verir ki, get özünə ev al dinə. Mən o pulla, verdiyi pulla heç harda ev ala bilmərəm. Əgər istəyirsə ki, özü ev alsın, bizə versin, mən də istəyirəm bu yeni binalardan ev alım, 4 gözəl ailəmlə xalqın düşmanlarıdır. Bunlar öz xalqını sevməyənlərdir, xalqının qənimidir. Bunlar terrorçudurlar, bunlar
işğalçıdırlar. Bunlar öz xalqını görən gözü yoxdur. Bunlar o qədər milyonlar yığıblar ki, gözləri doymur. Mən istəyərdim ki, hamıya bildirim ki, əgər istəyirsiniz çoxlu pulunuz olsun, ay Əliyevlər, ay Paşayevlər, ay nə bilim Abu Talıbov, bütün xalqı öldürün, torpağınız bol olar. Bəlkə onda sizin gözünüz torpaqdan doyar. Heç nə aparmayacaqsınız bu fani cahanda. Hələ bir kəfən sizə qismət olsun, onu bir Allah bilir. Allaha həvalə edirəm sizi. Allah